həm də zəifdir deyəndə bəzən müəllimlər sadəcə uşağı zəif kimi qiymətləndirir. Amma heç düşünmür ki, yəni mən o uşaqla bəlkə də söhbət eləməmişəm. Mən bilmirəm ki, o uşağın problemi nədir ki, bu tutaq ki, riyaziyyatı məsələn oxumur. Niyə oxumur riyaziyyatı? O uşağın rifahını yüksəltmək istiqamətində, yəni burada təkcə belə deyək də pedaqoji yanaşmalar deyil, psixoloji yanaşma. Sizin dediyiniz şagirdin əhval-ruhiyyəsini, onun rifahını, onun psixoloji halını, emosional vəziyyətini qiymətləndirmək. Bu müəllimin bəli pedaqoji bacarığıdır ki, ondan da istifadə etməlidir. Bu mütləqdir, qiymətləndirmədə nəzərə alınmalıdır. Amma bununla yanaşı şagirdin öyrənməsindəki boşluqları müəyyən eləməlidir. Əgər şagird özü öz öyrənməsindəki boşluqları özü bilməsə, onu əvvəlcədən müəyyən eləməsə, şagird heç vaxt yaxşı nəticə göstərə bilməz. Elə müəllimin özü də proqnoz verə bilmir. Bir də görürsən ki, müəllimin dərs müddətində yaxşı bildiyi bir şagird gəlir, summativdə uğursuz nəticə göstərir. Və problemin kökünü axtaranda müəllim bilmir harda boşluq baş verdi ki, şagird gəldi uğursuzluğa düşər oldu.